Bambuk ağacının hekayəsi. Çinlilər bambuk ağacını bu cür yetişdirirlər. Əvvəl ağacın toxumu əkilir, sulanır və gübrələnir. Birinci il toxumda heç bir dəyişiklik baş verməz. Toxum yenidən sulanıb gübrələnər. İkinci ildə heç bir dəyişiklik baş verməz. Üçüncü və dördüncü ildə görülən işlər təkrar edilər. Toxum yenidən sulanar, gübrələnər. Ancaq toxum yenə də cücərməz, inkişaf etməz. Çinlilər usanmadan 5-ci ildə gördükləri işi davam etdirərlər. Nəhayət, 5-ci ilin sonunda bambuk ağacı cücərməyə başlayar. 6 həftə kimi qısa bir müddətdə ağac orta hesabla 27 metrə qədər uzanar və daha da çox inkişaf edər. Burada bir sual ağla gəlir. Bambuk ağacı 27 metrə qədər inkişaf etməsi 6 həftəyəmi oldu, yoxsa 5 ildə mi baş verdi? Əlbəttə ki, 5 ildə. Bambuk ağacının yetişməsi böyük bir səbrin və inadkarlığın nəticəsidir. Niyə böyümək üçün bu qədər vaxt aldığını bilirsinizmi? Bambuğun böyüməsi 5 il çəkdi. Çünki bitki yerdən kök salmağa çalışırdı. Çox uzun böyüməsi lazım olduğunu bilirdi və buna görə də yaxşı böyüməsinə imkan verəcək möhkəm bir bazaya sahib olmalıydı. İndi bunu anlayırsınızmı? Biz də bambuq kimi özümüzün daxilimizdə olan o toxumu cücərməsi üçün bəsləməliyik. Ona qayğı göstərməliyik, onu sulamalıyıq, onu gübrələməliyik və zamanı gələndə biz o inkişafı görəcəyik. Və həmçinin övladlarımızı da bu şəkildə böyütməliyik. Onlara qayğı göstərməliyik, onlara lazım olan doğru tərbiyəni verməliyik və onlar böyüyəndə bizim başımızı uca edəcək.